Yaralanma. Mürtəza Parsayan, Əli Müqəddəm. Bütün batalyonlar öz istiqamətlərindən irəlilədilər. Biz qarşımızdakı mövqelərdən və ətraf səngərlərdən keçməli idik. Hava işıqlananda isə iş çox çətinləşdi. Rəfaiyə körpüsünün yaxınlığında vəziyyət mürəkkəbləşdi. Bir səngərin içindən pulemyot dayanmadan atəş açır, heç kim irəliləyə bilmirdi. Nə qədər çalışdıqsa, pulemyotun beton səngərini vura bilmədik. İbrahimi çağırıb uzaqdan səngəri göstərdim. Diqqətlə baxıb dedi. Yeganə yol yaxınlaşıb içəri qumbara atmaqdır. Sonra məndən 2 əl qumbarası alıb sürünə-sürünə düşmən səngərlərinə yaxınlaşdı. Mən də onun arxasınca yola düşdüm. Səngərlərin birində mövqe seçdim. İbrahim isə irəlilədi. O, pulemyotçuya yaxın səngərlərin birində münasib bir yer tapdı. Bu zaman qəribə bir hadisə baş verdi. Oradakı az yaşlı bir bəsic üzvü psixoloji müvazinətini itirdi. Kalaşnikov avtomatını İbrahimin sinəsinə diriyib dayanmadan qışqırmağa başladı. Səni öldürəcəyim, İraqlı. İbrahim oturub əllərini yuxarı qaldırdı. Heç nə demirdi. Hamı yerində donub qalmışdı. Həqiqətən nə edəcəyimizi bilmirdik. Bir neçə saniyə keçdi. Düşmən pulemyotunun səsi kəsilmirdi. Ehtiyatla sürünə-sürünə irəliləyib özümü həmin səngərə çatdırdım. Yalnız dua edib Allahdan kömək istəyirdim. Deyirdim ki, dünəndən bəri düşmənlə problemimiz olmayıb. Bu problemi də özün həll elə. Birdən İbrahim həmin bəsic üzvünün üzünə bir sillə vurub silahını aldı. Sonra da onu qucaqladı. Sanki özünə gəlmiş gənc ağlamağa başladı. İbrahim məni çağırıb gənci təhvil verdi və dedi. İndiyə qədər heç kimin üzünə vurmamışdım. Amma burada lazım idi. Sonra pulemyota doğru getdi. Bir neçə saniyədən sonra ilk qumbaranı atdı. Amma nəticəsiz oldu. Ayağa qalxıb qaça-qaça ikinci qumbaranı atdı. Bir andan sonra isə pulemyot səngəri dağıldı. Uşaqlar Allahu Akbar qışqırıb hücuma keçdilər. Mən də sevinib uşaqlara baxırdım. Birdən dönüb səngərin yanına baxdım. Gülümsədiyim yerdə donub qaldım. İbrahim qanın içində yerə yıxılmışdı. Silahımı atıb ona sarı qaçdım. Düz partlayış anında bir güllə üzünə, bir güllə də ayağının arxasına dəymişdi. O çox qan itirmişdi və təxminən huşsuz halda idi. Qışqırdım. İbrahim! Uşaqların köməyi ilə onu və digər bir neçə yaralını maşına qoyub ordunun Desfuldakı tibb məntəqəsinə çatdırdıq. İbrahim son mərhələsinə qədər əməliyyatda iştirak etdi. Düşmənin son səngərlərini alanda yaralandı. Yol boyu ağlayırdım. Narahat idim ki, birdən İbrahim... Yox, Allah eləməsin. İbrahim əməliyyatın birinci gecəsində də yaralanmışdı. Onda da bədəni çox qan itirmişdi. Bilmirdim ki, indi müqavimət göstərə biləcək, yoxsa yox. Desfulda həkim dedi. Üzünə dəyən güllə möcüzəvi şəkildə boynundan çıxıb və bir yerə xəsarət yetirməyib. Ayağına dəyən güllə isə arxa sümüyünü parçalayıb. Digər tərəfdən böyrünün yarası da açılıb və qanayır. Bu baxımdan müalicə üçün Tehrana göndərilməlidir. İbrahim Tehranın Nəcmiyə xəstəxanasında 1 ay müalicə olundu. Onu bir neçə dəfə cərrahiyyə əməliyyatı edib bədənindən bir neçə qəlpə çıxardılar. İbrahim xəstəxanada verdiyi müsahibədə demişdi. Uşaqlar bu əməliyyatdan ötürü aylarla zəhmət çəkmiş və kəşfiyyat işləri görmüşdülər. Lakin biz Allahın lütfu ilə Fəthül Mübində əməliyyat keçirmədik. Yalnız Ya Zəhra şüarı ilə yürüş etdik. Orada baş verənlər Həzrəti Fatiməyə Zəhra Səlamullahi Aleyhanın duasının nəticəsi idi. İbrahim həmçinin demişdi. Səhrada uşaqları o tərəf bu tərəfə aparanda və hamısı yorulanda səcdəyə gedib İmam Mehdiyə təvəssül etdim. Başımı qaldıranda uşaqlar artıq istirahətdə idilər. Çoxu yatmışdı.
Sərinmək əsirdi. Mən mehin əsdiyi istiqamətə getdim. Bir qədər irəlidə isə artilleriya düşərgəsinin ətrafındakı istehkama çatdım. Sonda jurnalistin "Xalqa bir sözünüz varmı?" sualına İbrahim belə cavab vermişdi. Biz bu xalqdan xəcalətliyik. Onlar öz süfrələrindən kəsib döyüşçülərə göndərirlər. Bu xalqa borcumu ödəmək üçün gərək onun uğrunda parça-parça olum. Ayağının sümüyü sındığına görə yeriyə bilmirdi. Bir müddət xəstəxanada qalandan sonra evə getdi. Təxminən 6 ay cəbhədən uzaq düşdü. O, bu müddətdə məhəllə və məscid uşaqları arasında ictimai və dini fəaliyyətlər göstərirdi. Məddahlıq Əmir Məncər və Cavad Şirazi İbrahim yuxarı siniflərdə oxuyarkən dostları ilə birgə İslam Vəhdəti heyətini yaratmış, çoxlu dostlarına xeyir səbəbi olmuşdu. Tez-tez tövsiyə edirdi ki, dini ruhiyyəni qorumaqdan ötürü məhəllələrdə heyətlər yaradın. Özü də dini söhbət orada əsas məsələ olsun. Dostlarından biri deyir, İbrahimin şəhadətindən illər sonra Tehran məscidlərinin birində dini işlərlə məşğul idim. Bir gün fikirləşdim ki, uşaqları hansı yolla məscidə və dini fəaliyyətlərə yaxınlaşdırmaq olar. Həmin gecə İbrahimi yuxuda gördüm. O, məscidin bütün uşaqlarını toplayıb, həftəlik heyət məclisləri təşkil edib, uşaqları qoruyun dedi. Sonra da iş tərzini izah etdi. Biz həmin işi gördük. Əvvəldə uğurlu olacağını düşünmürdük. Lakin illər ötdükcə bəhrəsini gördük. Və indi də həftəlik heyət məclisi vasitəsilə uşaqlarla əlaqə saxlayırıq. İbrahimin məhəllə uşaqları ilə əlaqə vasitəsi də bu idi. O, gəncləri idmana cəlb edir, sonra heyətə və məscidə sövq edib deyirdi. Uşaqların əli İmam Hüseynin əlinə çatsa, problem həll olacaq. Ağanın özü onlara lütf edəcək. İbrahim hələ orta məktəbi bitirməmiş məddahlığa başladı. O, digərlərini də oxumağa həvəsləndirirdi. İslam Vəhdəti heyətində hər həftə şəhid Abdullah Miskərlə birgə məddahlıq edirdi. Ora bir heyətin fövqündə duran birlik idi. O, uşaqların etiqadi, hətta siyasi məsələlərdə inkişafına da çox təsir edirdi. Əllamə Muhammed Təqi Cəfəri, Hacı Ağa Nəcəfi kimi din alimlərini, siyasi və dini şəxsiyyətləri söhbətə cəlb etmək bu heyətin fəaliyyətlərindən idi. Buna görə Savaq məmurları onun fəaliyyətini xüsusi nəzərdə saxlayırdılar. Bir neçə dəfə məclislərin qarşısı alınmışdı. İbrahimin məddahlığı həmin heyətdən və zorxana idmanından başladı. İnqilab dövründə və ondan sonra isə çox genişləndi. Onun riayət etdiyi əsas məqam başqa idi. O deyirdi, mən öz ürəyim üçün oxuyuram. Çalışıram ki, daha çox özüm bəhrələnim və məddahlıq zamanı qeyri-ilahi bir niyyətim olmasın.